Sumqayıtda 88 yaşlı adam binanın həyətində oynayan uşaqlara bıçaqla hücum edib. Bu ilə bağlı görüntülər sosial mediada yayılıb. Nurlan Rafiqoğlu həmin qoca ilə həmsöhbət olub. O, əyani olaraq əməkdaşımıza da bu əməlini göstərmək istəyib. Baxın. Cəmaətin uşağına söyüş, nələr, hər şey deyirik. Yaxşı psixoloji problemi var, bəs biz uşaqlarımızı çölə çıxartmayaqmı? Pəncərədə dayanmışdı, dev futbol oynamağa gəldi, düz atdı, bıçağı. Sağa, bax, bıçaq əli. Sımın cəmaətin uşağının, bax. 50 dəfə polisə də şikayət eləmişik. Bu görüntülər Sumqayıt şəhəri 41-ci məhəllədə qeydə alınıb. Ahal kişi əlində bıçaq az yaşlıların arxasınca qaçıb onları təhdid edir. 3-4 qızı var, 3-4 oğlu var onun. Sonra bir-iki dəfə problem çıxartdı. Əlaqə saxladıq, dedi ki, gəlin bəs atavız belə eləyir, belə eləyir. Dedilər ki, bizdə deyil. Dedilər ki, psixoloji bunun problemləri var. Yaxşı psixoloji problemi var, bəs biz uşaqlarımızı çölə çıxartmayaqmı? Bura yaşayış sahəsində çəkə bilərsiniz. Burada ümumi həyətdə uşaq oynamalıdır. Hamıya sataşır, nə bilim, o hamıya deyirik uşaqları, cəmaətin uşağına söyüş, nələr, hər şey deyirik. Bıçaq mı çıxarırsan? Ha, niyə çıxartmır ki, hər şey çıxardı uşaqlarımız. Ümumiyyətlə neçə il? Bir dəfə burada bıçaqlamışdı beni. Olub bu hadisə. Nə vaxt? Çoxdan orada. Kimi bıçaqlayıb? Bir uşağı bıçaqlamışdı burada. Az yaşlılar deyir ki, ahıl kişi onların üzərinə bıçaq da atıb. Burada dayanmışdım elə, atdı, reski düz dayandı da üstümə. Hardan atdı o bıçağı? Pəncərədə dayanmışdı, dev futbol oynamağa gəldi, düz atdı, bıçağı. Çəkiliş apardığımız vaxt uşaqlar futbol oynayarkən ahıl kişi onlara pəncərədən xəbərdarlıq etdi. Əməlini isə belə haqq qazandırmağa çalışdı. Uşağım, bıçağı götürüm bu üstünə gücüşüm. Axı bu yalandır. Bu bütöv yalandır. Belə bir şey yoxdur axı. Mən təkəm, mən neynim uşaqlarla, neynim, nə oynayım uşaqlarla. Onlarla bana baş mənə oynayacaq. Valideynlərinə irad. 100 dərəcə demişəm. Məlum oldu ki, 88 yaşlı kişini hiddətləndirən başqa səbəb var imiş. Şah Hüseyn Qəmbərov uzun müddətdir ki, məhz bu otaqda yaşayır. O bildirir ki, ürək xəstəliyindən əziyyət çəkir. Uşaqlar məhəllədə futbol oynayarkən pəncərəyə top vurur. O da bundan hiddətlənərək, bu bıçağı götürərək uşaqlara hədə-qorxu gəlir ki, pəncərəyə top vurmasınlar. Qonşular deyir ki, Şah Hüseyn Qəmbərovun bir qızı var. Onun himayəsində yaşayır. Şah Hüseyn bu cür əməllər törətdiyi üçün bloka kamera quraşdırılıb. İddialara görə 2024-cü ildə o bir az yaşlını ayağından bıçaqlayıbmış. Sumqayıt şəhər polis idarəsinin əməkdaşları Şah Hüseyn Qəmbərovla profilaktiki söhbətlər aparıb. Onunla bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.